Rüşvət alma ittihamı ilə saxlanılan Marnioli 4 saylı ictimai məktəbin direktoru Dilarə Darğallı prokurorluğun vəsatəti əsasında girov müqabilində azadlığa çıxıbdır. Dilarə Darğallının barəsində qəti imkan tədbiri məsələsinə Tbilisi şəhər məhkəməsinin hakimi NATO Xucadze 6 dekabrda baxıbdır. Hakimin köməkçisi Mari radiosuna bildirib ki, Dilarə Darğallının qəti imkan tədbiri kimi girov seçilib. Məhkəmədən verilən məlumata görə girovla bağlı vəsatəti ittiham tərəfi prokurorluğun özü təqdim edib və hakim vəsatəti təmin edib. Marniol radiosunun məlumatına əsasən Dilarə Darğallı girovu artıq ödəyib və penitensiar müəssisəni tərk edib. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti 5 dekabrda keçirilmiş brifinqdə bildirmişdi ki, Marniol 4 saylı ictimai məktəbin direktoru rüşvət alma şübhəsi ilə saxlanılıbdır. O, attesatın verilməsi üçün tələb olunan imtahanlarda kömək qarşılığında bir vətəndaşdan 300 Amerika Birləşmiş Dolları məbləğində rüşvət alıbdır. DTX-nin məlumatına görə İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə aparılır ki, bu da 6 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.